Paul Robinson liked fishing very much. In the summer, he went out fishing every evening, and in the winter, he fished on Saturdays and Sundays. His wife Joan didn't see him very much. Then, one day last summer, Paul said to her, I am going to have 2 weeks holiday this year, and we are going to go to Scotland and fish there. And what am I going to do? Said John. You are going to fish with me, Paul answered. They went to Scotland and fished there for 2 weeks. Then they came home and Joan talked to her neighbor, Miss Andrews, about her fishing trip with her husband. I did everything wrong on the trip, she said to her. I talked loudly in the boat and the fish were afraid. I put the wrong things on my hook. I pulled my line in very quickly and I caught a lot more fish than Paul did. Tərcümə: Paul Robinson liked fishing, balıq tutmağı xoşlayırdı very much, çox. In the summer, yayda, he went, o gedirdi out fishing, yəni çölə balıqçılığa gedirdi hər axşam, every evening, hər axşam. And in the winter, qışda, he fished, o balıq tuturdu on Saturdays and Sundays, şənbə gün və bazar günü. His wife, onun arvadı John, didn't see, arvadı John görmürdü. Him, onu very much, çox. Then, sonra one day, bir gün last summer, ötən yay, Paul said, Paul deyir to her, ona, I am going to have 2 weeks holiday. Mən 2 həftəlik tətilə çıxacam. This year, bu il. And we are going to go to Scotland. Və biz Şotlandiyaya gedəcəyik. And fish there və orada balıq tutacaq. And what am I going to do? Mən nə edəcəm? To be going to acaq deməkdir. What am I going to do? Mən nə edəcəm? Said John. John dedi. You are going to fish. Sən də balıq tutacaqsan. With me, mənim ilə. Acaqsan. Acaq nə verir? Going to. Paul answered. Paul cavab verdi. They, onlar, went to Scotland. Şotlandiyaya getdilər. And fished və balıq tutdular. They, orada, for 2 weeks, 2 həftəlik. Then, sonra, they came, onlar gəldilər home, evə. And John və John talked, danışdı to her neighbor, qonşusuna, Miss Andrews, xanım Andrews'a, about her fishing trip, özünün balıq səyahəti haqqında, with her husband, əri ilə. I did everything wrong. Mən hər şeyi səhv etdim. On the trip, səyahətdə. She said, o dedi to her, ona. I talked loudly. Ucadan danışdım. In the boat, qayıqda. And fish were afraid. Və balıqlar qorxdu. I put the wrong things. Mən səhv şey qoydum. On my hook, qarmağıma. I pulled my line. İpimi çəkdim. Very quickly. Çox sürətli. And və I caught, keçmiş idi, mən tutdum. A lot more fish, daha çox balıq. Than Paul did, Paul'un etdiyindən. Keçdik digər mətnimizə. Miss David lived near the sea. Xanım David dənizin yanında, yaxınlığında. Near the sea, dənizin yaxınlığında lived, yaşayırdı. In Yarmouth, Yarmouth'da. And və went to, gedirdi. The same fish shop, eyni balıq mağazasına. There, orada. For 25 years, 25 il, for müddətində. She, o, always, həmişə bought, alırdı.
beautiful, gözəl, fresh, təzə, fish, balıq. From that shop, o mağazadan. But then, amma sonra, she and her husband, o və onun arvadı, went to London, Londona getdilər. And lived there və orada yaşadılar. She wrote, o yazırdı, to her friend, dostuna, I am not going to find nice, fresh fish. I am not going to find, mən tapa bilmirəm. Nice, qəşəng, fresh, təzə fish, balıq in London shop, London mağazasında. They lie there, onlar lie qoyurlar there oraya for days, günlərlə and weeks və həftələrlə. There was a fish shop, orada bir balıq mağazası var. Near her house, onun evinin yaxınlığında. She went, o getdi and bought və aldı her fish, balığı there oradan. For 2 or 3 weeks, 2-3 həftə müddətində. But she didn't like them, amma o onları xoşlamadı very much, çox. Then, sonra last Wednesday, sonuncu 4-cü gün, she went into the shop, o mağazaya getdi. And looked at all the fish there, oradakı bütün balıqlara baxdı. These ones aren't fresh. Bunlar, ones yəni balıqları deyir də, təkrar olmasın deyə isimlərin yenə one və yaxud da ones qoya bilirik. Bunu dərsdə soruşacağım. She said, o dedi, to the shopkeeper, mağaza sahibinə, look at them, onlara bax. The shopkeeper came and looked. Mağaza sahibi gəldi və baxdı. Then, sonra, he said angrily, o acıqlı dedi. That's your fault. Bu sənin günahındır. Not mine, mənimki yox. These same fish, bu həmən balıqları were here in this shop last Friday. In this shop, bu mağazada last Friday, ötən 5-ci gündəndir. But you didn't buy them. Sən onlara almadın. Did you, düzdürmü? İndi ona istəmirik ki, sən almayıbsan, burada köhnəlib. Keçdik bu birisi testimizə. Helen was 8 years old. Helen'in 8 yaşı var. And one day, bir gün, one of her teeth, onun dişlərindən biri, began hurting, ağrıtmağa başladı. She cried in her class. O sinifdə ağladı. At school, məktəbdə. And her teacher və onun müəllimi said kindly, nəzakətli, mehriban, incə şəkildə dedi. Why are you crying, Helen? Niyə ağlayırsan, Helen? Because, çünki one of my teeth, dişlərimdən biri hurts, incidir, ağrıdır. Answered Helen. Helen cavab verdi. Speak to your mother about it. Anan ilə danış. About it bu barədə. Said the teacher. Müəllim dedi. And then, sonra go and see the dentist. Get və diş həkiminə görsən. That afternoon, o gün orta, Helen spoke to her mother. Helen anasına danışdı. About her tooth, dişi haqqında. And her mother, onun anası, took her, apardı onu. Take keçmişidir took. To the dentist, diş həkiminə. A few days, bir neçə gün, later sonra. The dentist looked at the tooth. Diş həkimi dişə baxdı. And then, və sonra, he said, o dedi to Helen, Helen'a, it's very bad, bu çox pisdir. I am going to take it out. Mən onu çıxaracağım. And then, və sonra, you are going to get a nice, sən yaxşı olacaqsan. New tooth next year. Yəni, növbəti il yeni dişin çıxacaq. He pulled the tooth out. Pull, dartmaq, çəkmək deməkdir. Pull out, çıxartmaq. He pulled the tooth out, o dişi çıxartdı. The next day, Helen's teacher asked. Növbəti gün Helen'in müəllimi asked soruşdu her ondan about the tooth, dişi haqqında. She said to her, o ona dedi. Does it still hurt? O hələ də ağrıdır, Helen. I don't know, mən bilmirəm. Helen answered, Helen cavab verdi. Why don't you know? Nə üçün bilmirsən? The teacher said,
Müəllim dedi. Because the dentist got it. Həkim onu götürdü. Helen answered. Helen cavab verdi. Miss Stefan lived in a small village. Miss Stefan balaca kənddə yaşar. She had 5 children. Had var idi. Onun 5 uşağı var idi. She always had a lot of work. Always onun həmişə had olurdu a lot of work, çox işi. The children went to different schools. Uşaqlar went gedirdi to different schools, fərqli məktəblərə. And Miss Stefan və xanım Stefan took them, onlara aparırdı Zeyə oraya in the morning, səhər, in her car, maşınında. Then, sonra she bought food at the village. O ərzaq alırdı at the village, kənddə. Kənd mağazasında, village shop, kənd mağazasında. And then və sonra she went home, evə gedirdi and cleaned the house, evi təmizləyirdi. Washed the clothes, paltarları yuyurdu and make cakes və tort bişirdi. Or yaxud da other things, başqa bir şeylər. In the afternoon, günorta, she drove back. O geri sürürdü. To the children's school, uşaqların məktəblərinə geri gedirdi yəni. And brought them home və onları bring, gətirməyin keçmişidir. Brought, gətirirdi onları evə. And then və sonra she cooked their evening meal. O bişirirdi axşam yeməklərini. Every evening, hər axşam, she was very tired. O çox yorğun olurdu. One morning, bir səhər. Then she cooked their evening meal. Sonra o cooked, bişirirdi. Evening meal, axşam yeməyini. Every evening, hər axşam, she was very tired. O çox yorğun olurdu. One morning, bir səhər, she was in the village. O kənd mağazasında idi. And she saw a small notice there. She saw, o gördü, a small notice, kiçik bir gate. There, orada, it said, o deyirdi. I do cleaning. Mən təmizlik edirəm. For €1 50 cent. 1 euro 50 sentə. An hour saatı. Telefon Miss John Brown. Sonra telefonunu yazıb. Miss Stefan looked around the shop. Miss Stefan looked around. Ətrafa baxdı. The shop, mağazaya. And nobody looking. Heç kim baxmırdı. She said, o dedi, that's good, bu yaxşıdır. Then she took her pen, o qələmini götürdü. Out of her bag, çantasından. Out çölə deməkdir, çantasından çıxartdı. And wrote və yazdı. Under the notice, qeydin altına. I do cleaning for nothing. Mən heç nəyə təmizlik edirəm. Don't telephone me. Mənə zəng etmə. Mətn 9. In hot summer, sunny countries. In hot, istidə, sunny countries, günəşli ölkələrdə, a lot of people, çoxlu insanlar, like eating, xoşlayırlar yeməyi. Like eating their meals, yeməklərini yeməyi xoşlayırlar. In the fresh air, təmiz havada. During the day, gün ərzində, they eat, onlar yeyir under trees, ağacın altında, or big umbrellas və yaxud da böyük çətrin. Because, çünki the sun is usually very strong. Günəş usually, adətən very strong, çox güclü olur. But, amma in the evening, axşam, they eat, onlar yeyir under the moon, ayın altında, and the stars, ulduzların altında. People do this, insanlar bunu edir, a lot. Do this a lot, bunu çox edir. In Italy, İtaliyada. The restaurants, restoranlar, put tables, stolları qoyur in a garden, bağa, or in the street, və yaxud da küçəyə. And most people, əksər insanlar, eat, yeyirlər, zeyə orada. And not in the restaurants, restoranlarda yox. Renat was an Italian, Renat İtalyandır. He came to London. O Londona gəldi. And bought və aldı. A restaurant, zeyə, oradan bir restoran aldı. Then he said, sonra o dedi,
I am going to put, mən deyir qoyacağım, some of my tables, stollarımın bəzilərini, in the street here, burada küçəyə. But it rains a lot in England. But ama it rains a lot, çok yağış yağır. In England, İngiltere'de. Mr. Jenkins went to Renat's restaurant one day. Mr. Jenkins getdi Renat'ın restoranına one day bir gün. And və in the evening, axşam, he said to his wife, o arvadına dedi. I had lunch, mən qəlyanaltı etdim at that new Italian restaurant today. That o yeni İtalyan restoranda bugün. And və it rained all the time. Həmişə eləcə yağış yağırdı. Drinking my soup, supumu içmək took 25 minutes. 25 dəqiqə çəkdi. Bu 25 dəqiqə uşaqlar su pişməyib və yağışın suyunu içib. Getdik digərinə baxaq. Mark had a very old car. Mark'ın köhnə maşını var idi. It was rusty and dirty. O paslı və çirkli idi. But amma its engine, onun mühərriki, yəni motoru, work it most of the time. Həmişə, əksər vaxtlarda işləyirdi. One day, bir gün, he took his old car. O maşınını apardı. His old car, köhnə maşınını apardı. Out of the garage, garajdan apardı. And said to his wife, və arvadına dedi, I am going to drive, mən bunu sürəcəm, to Bournemouth, and do some shopping, və bazarlıq edəcəm. He came to a quiet road. O gəldi. To a quiet road, sakit bir yola. Yəni, çox belə maşın falan olmayan. Quiet, sakit deməkdir. Sakit yol, yəni çox maşın falan olmamağı nəzərdə tutur. After a few kilometers, bir neçə kilometr sonra. A few, bir neçə. But then, amma sonra his car stopped. Onun maşını dayandı. Mac go out. Mac getdi. Opened the bonnet. Kapotu açdı. Bonnet kapot deyirlər də uşaqlarım, o qapağını nəsə. Kapotu açdı. Of the car, maşının kapotunu açdı. And looked at the engine. Və mühərrikə baxdı, motora baxdı. But he didn't find anything. Amma o heç nə tapmadı. Wrong with it. Yəni didn't find anything wrong with it. With it onunla. Wrong, səhv gedən, yolunda getməyən heç nə tapmadı. His head was under the bonnet. Onun maşını kapotun altında. For quite a long time. Kifayət qədər uzun vaxt onun maşını deyir kapotun altında, yəni başını aşağı sarmış baxırmış da. Then sonra a young man, gənc bir kişi ran to the car, maşına tərəf qaçdı. And began pulling, və dartmağa başladı. One of the red lights off, qırmızı işıqların biri sönəndə, yəni the back of it, onu arxaya çəkməyə başladı. Mac put his head up, Mac başını qaldırdı. Looked at the young man, gənc adama baxdı. And shouted, və qışqırdı. What are you doing there? Nə qayrısan orada? The young man answered, gənc adam cavab verdi. You can steal the pieces at the front. Sən deyir, front öndəki nəysə oğurlaya bilərsən. I am going to take, mən aparacağım, the ones at the back, yəni arxadakını. Elə bilir ki, bu da nəsə oğrudur, bayaqdan baxıraq kapotun altına. Deyirsən, yəni qabaqdakiləri sök apar, mən də arxadakiləri söküb aparım.